müharibənin ilk günüdür. Horadizdəyi girmişik ora, dərhal baxıram ki, görüm nə, harda, nə üçün, niyə, nə baş verir. Biri canlıdan telefona, bax, buyurun, biz bu dəqiqə Horadizdəyik, canlı açıb. Döyüş gedir. Erməni xüsusi xidmət və kəşfiyyat orqanları hamının telefonunu bu dağı nəzarətdə saxlayır ki, bir dənə məlumat gəlsin də oradan da. Və sən düz şəhərin ortasından, Horadizdən, stansiya Horadizliydi də, açmışsan orada danışsan və bir 70-80 nəfər adam yığılıb. Və sən o qədər sözün əsl mənası tupoysan ki, sən bununla canlıya çıxmısan, güya tərifləyirsən, amma düşmənə məlumat versən ki, keçib da bir dənə qırat da göndər bura, bir 78 nəfər də qıra burada. Olmaz da. Bəyəm mənim xəbərim yox idi, bəyəm mən o hərbi əməliyyatlar zamanı görmürdüm nə baş verir. Amma mənim beynimdə nə idi? Qalib gəlmək lazımdır. Minusumuz var, okey. Sonra həll eləyərik məsələn. Amma bu dəqiqə müharibəni udmaq lazımdır. Və ona görə mən, bəli, müəyyən şəxsi maraqlarımın üstündən xətti çəkirəm, bilə-bilə. Və mən deyirəm ki, yox, qələt eləyirlər. Gedirik, dağıdırıq, sökürük. Düşmən nədir? Döyüşür, döyüşür. O döyüşür, mən ondan 5 qat artıq döyüşürəm. Bax, ona görə də müəyyən məqam var ki, bəli, sən dövlətçilik prinsiplərini hər şeydən üstün tutmalısan.